Salam əziz şahmat sevərlər. Mən Qrasmeister Məhəmməd Muradlı. Bu mənim Azərbaycan Şahmat Federasiyasının rəsmi YouTube kanalında növbəti dərs videomdur. Bugünkü dərsimizdə Moskvada keçirilən Aeroflot Open 2026 turnirində oynadığım bir oyunu analiz edəcəyik. Rəqibim Rusiyalı Qrasmeister İvan Rozumdur. Başlayaq. ATF3, ATF6, J3, J6. Mən artıq qədim int variantını, qədim int strukturlarını seçirəm. Çünki bu oyunda qələbə qazanmaq mənim üçün çox vacib idi. Yüksək yerlər uğrunda mübarizə aparmaq üçün və ona görə də riskli oyun oynamaq istədim. Fil J2 oynadı rəqibim və burada mən artıq erkən C5 gedişini edərək rəqibin D4 gəlməsinin qarşısını aldım və ya bir növ çətinləşdirdim demək olar. C4, Fil J7, D4, CD4, at D4, at C6, at C3. Vəziyyəti dəyərləndirmiş olsaq, ağların hal-hazırda mərkəzdə biraz üstünlüyü var. Amma bu qədim int variantının tipik bir situasiyasıdır. Ona görə burada qorxulacaq heç bir şey yoxdur. Burada əsas gedişlərdən biri qala qurmadır. Ən məşhur gedişlərdən biri. Və qala qurmadan sonra qaralar vəzir A5, at D4, vəzir D4, D6 və ya birbaşa D6 tipli variantlar seçə bilərlər. Amma mən burada biraz nadir bir gediş olan, amma çox maraqlı bir gediş olan H5 gedişini seçdim. Bu gediş bazadakı oyunlara baxsaq çox nadirdir, amma arxasında maraqlı bir ideyası var. İdeya ondan ibarətdir ki, ağlar əgər sadə bir şəkildə qala qurma gedişini etsə, mən H4 gələrək topum üçün H xəttini aça bilərəm. Və belə deyək, sadə bir gediş etmiş olun. Mən artıq burada vəzir A5 gələrək vəziri H5-ə keçirdib, artıq şahın üzərinə ciddi bir hücum yaratmış olacaq. Ona görə də qala qurma gedişi kifayət qədər təhlükəlidir. Burada ən yaygın olan gediş ağlar üçün H3 gedişini etməkdir ki, mən H4 gedişini gəlmiş olduqda J4 olsun və ağlar şah cinahını möhkəmləndirmiş olur və H4 piyadası zəif qalmış olur. Deyək ki, mən qala qurma tipli bir gediş etdim. Hər zaman burada Fil J5 kimi gedişlər olacaq. İndi bu dəqiqə mümkün deyil, çünki vəzir D4 at H7 var. Amma növbəti gedişlərdə bu gediş mümkün olacaq və ya at F3 gələcək və sonra Fil J5 və bu H4 piyadasını itirmiş olacaq. H3 gedişinin də ideyası budur. Və mən burada təbii ki, bu variantı dərindən analiz etmişdim. At D4, vəzir D4 və D6 oynayıram. Və D6-dan sonra görürük ki, bizim bu H5, H3 gedişinin bizə olan xeyri ondadır ki, mən qala qurma gedişini artıq Fil E6 oynayacağam. Fil E6-dan sonra Fil B7 heç vaxt təhlükəli deyil. Çünki artıq burada H3 piyadası zərbə altında qalır. Biz H5, H3 gedişinin bizə olan xeyrini görmüş olduq və Fil A8, vəzir A8-dən sonra da keyfiyyəti geri qaytaracağam. Əgər rəqib at D5 kimi gediş eləsə, təbii ki, burada Fil F1 vurmuruq. At C7, 2 qat zərbə var. Burada şah F8 kimi çox maraqlı gedişdən sonra top D1-ə də H4 oynaya bilərəm və bu variantı mən bir qədər analiz etmişdim. Çox maraqlı vəziyyətlər yaranır və ağlarla oynamaq olduqca çətindir. Və əgər qala Fil E6-ya Fil B7 vurmasa, mənim artıq ideyam vəzir C8 gəlməkdir. Deyək ki, adi bir gediş edək və vəzir C8-dən sonra görürük ki, mən həm H3 piyadasına, həm C4 piyadasına 2 qat zərbə yaratmış oluram. Bu H5, 7-ci gediş H5 variantının ideyası tamamilə bundadır. Bu H3 piyadası hər zaman bir problem olaraq ağlar üçün qalır. Ona görə vəzir D4 D6-dan sonra rəqibim B3 gəldi. Həm filini fianchetto formasında oyuna daxil etmək istəyir, həm də C4 piyadasının müdafiəsini gücləndirmiş olur. Qala qurma etdim. Fil B2 və burada analizimə uyğun olaraq A6 gedişini elədim. A6 gedişinin məqsədi ondadır ki, oyunun irəliləyən dəqiqələrində top B8 gəlib B5 gedişini hazırlayacağam və bu ağların vəzir cinahını yarmağa çalışacağam. At D5 oynadı rəqibim. Burada təbii ki, at D5 vura bilmirəm. Vəzir J7 mat ucbatından. Ona görə Fil E6 oynadım. Və vəzir D2-dən sonra artıq mən bir qərar verməli idim. Çünki rəqib artıq at F6 vuraraq, deyək ki, adi bir gediş etdim. At F6 vuraraq mənim piyada strukturumu olduqca korlamış olur. Ona görə mən artıq burada bir reaksiya verməli idim. Ya at D5 vura bilərdim. Bu tamamilə normal bir gedişdir, amma Fil J7, Şah J7
CD gedişlərindən sonra görünür ki, burada uduşa oynamaq çox-çox çətin olacaq. Və ona görə də mən vəzir D2-dən sonra fillə vurmaq qərarına gəldim ki, burada heç olmasa vəziyyətdə biraz qeyri-müəyyənlik olsun. Rəqibin 2 filinə qarşı mənim fil atım olsun. Mən əgər nə vaxtsa qara filləri dəyişməyi bacarsam da bu vəziyyətdə artıq at filə qarşı üstünlük qura bilər. Yəni mənim ideyam buydu. Və CD gedişindən sonra 5 dəqiqə düşüncədən sonra mən A5 gedişini elədim. A5 gedişi olduqca maraqlı gedişdir və bu oyunun qələbəyə çatmasında çox böyük rol oynayır. Düşündüm ki, mən digər gedişlər də edə bilərəm. Məsələn, vəzir D7 kimi və qala qurmaya top C8 oynaya bilərəm. Amma burada sonra plan yaratmaq mənim üçün çox çətin göründü. Ona görə də A5 gedişini etdim ki, A xəttində rəqib üçün problemlər yaradım. Qala qurma A4. B-a vurarsa mən artıq top A4 vuracam və artıq mənim hücum etmək üçün bir zəifliyim var. O da A2 piyadasıdır. Ona görə rəqib B4 oynayır və B4-dən sonra da mən A3 oynadım. Çünki rəqibin A3 oynayıb mənim piyadamı A4-də fix etməyini istəmirdim. A3 və mən həmçinin B4 xanasını, B4-dəki piyadanı rəqibin qorumağına imkan vermədim. Və ona görə həm B4 həm A2 piyadaları gələcək üçün zəiflik olaraq qalır. Fil D4, vəzir D7, A4 xanasındakı boşluğu vəzirim üçün istifadə etmək istəyirəm və ya vəzirimi B5-ə aparıb topu A4-ə gətirərək B4 piyadasına hücum yarada bilərəm. Vəzir D3, top C8, top da oyuna artıq qoşulmalıdır. Top FC1, vəzir A4. Demişdim ki, qara fillərin dəyişməsi mənim üçün xeyirli ola bilər, amma burada tələsilmiş formada dəyişmək istəmədim. Çünki fil G7, şah G7 gedişlərindən sonra rəqib top C3 oynaya bilər və burada vəziyyət bərabərdir, o problemsiz bir vəziyyətdir, amma mən C xəttini rəqibə vermiş oluram. Bu da mənim üçün arzu olunan bir hal deyildi. Ona görə bunun üçün tələsmədim. Vəzir A4. Sizlərə bir sual da maraqlandıra bilər ki, məsələn, rəqib HSC-yə oynamaq üçün burada deyək ki, bu vəziyyətdə fil F6 vura bilməzdimi ki, müxtəlif xanalı fillərdə bərabərliyi təmin etsin? Xeyr, rəqib üçün bu alınmır. Çünki fil F6 gedişindən sonra top C1 oynadıqda mən artıq A3 piyadasının verdiyi imkanlardan istifadə edib fil B5 oynayıram və top C2-dən sonra növbəti gedişim top C8, davamında vəzir B6. Rəqibin topu oyuna qoşula bilmədiyi üçün və bu B4 xanası böyük zəiflik olduğu üçün mən bu oyunu yavaş-yavaş texniki olaraq uduşa çatdıra bilərəm. Vəzir B6 ilə də başlaya bilərdim. Top A4 gedişini gəlmək ideyası ilə, top C8 davam etməklə. Yəni bu vəziyyət ağlarda çox ciddi şəkildə problemlidir. Bu sualı da bildirməyi unutmayaq. Burada top C8, top C1, vəzir A4 oynadım. Rəqibin B4 piyadasını qorumaq üçün top C4 oynayır. Burada mən B5 oynadım. Baxmayaraq ki, C6 xanasını vermiş oluram, amma B4 piyadasını götürmək istədim. Top C6, vəzir B4. Düzdür, mən hal-hazırda piyadanı götürməyimə baxmayaraq bir gediş sonra onu geri qaytarmış oldum. Amma burada gördüyümüz kimi vəzir A5, top B5 vursaydı gələcəkdim vəzir Y1 və şah 2-yə də top C8 oynaya bilərdim. Və mən burada artıq B xəttini açmış oldum. Bu B5 piyadasını verməklə. C6 xanasında topun dayanmağı da mənim üçün çox ciddi bir problem deyil. Əgər mənim topum digər xəttdən oyuna qoşula bilirsə. Vəzir A5-ə rəqibim 5 dəqiqə düşündükdən sonra fil C3 gedişini etdi və vəzirimi Y1-ə buraxmaq istəmədi. Top B5-ə göstərdiyim kimi vəzir Y1 var idi. Amma bu mənim üçün problem deyildi. Vəziri D8-ə yerləşdirə bilərdim. Çünki top B5-dən sonra mənim növbəti planım artıq atı oyuna gətirmək idi. Mən C6 xanasını verməyimə baxmayaraq bir tərəfdən də C5 xanasını qazanmış oldum. B4 piyadasının yox olması ilə bərabər və burada at D7 gedişini etdim. At D7-yə rəqibim fil G7 vurdum. Şah G7, vəzir C3 şah. Şaha qayıtdım C8-ə. Top B7. Burada düşündüm ki, bəlkə at Y5 gedişini gələrək topu qova bilərəm. Amma bu da təəssüflər olsun ki, alınmır. Çünki top C8, top C8 gedişlərindən sonra A3 piyadası zəif qalmış olur. A3 piyadası mənim üçün çox önəmlidir. Onu həyatda saxlamaq lazımdır. Ona görə top B7 gedişindən sonra
artan təzyiqi nəzərə alaraq düşündüm ki, topların birinin dizəsi dəyişməliyəm və buna görə də top B8 gedişini etdim. Rəqibim top B8 vursaydı, sadəcə olaraq yenə topu piyadanın nəzarətində saxladığım üçün vəzir B8 vura bilərəm və növbəti gedişdə at C5, vəzir B2 gedişlərindən sonra ağların aqibəti çox naməlumdur. Yəni vəziyyət pisdir. Ona görə rəqibim top C7 gedişini edir və mən də məmnuniyyətlə topları dəyişirəm və atı C5 xanasına yerləşdirirəm. Bu mənim əldə etmək istədiyim ilk vəziyyət idi, ilk arzu olunan vəziyyət idi. Bunu əldə etdim və top B4 gedişindən sonra düşünməyə başladım ki, nələr edə bilərəm. İlk ağlıma gələn gediş vəzir A5 idi ki, topu da oyuna qata bilim, amma burada yaxşı ki, son anda top B8 gedişi nəzərimə çarpdı və burada məğlub olduğumu gördüm. Top B8-də vəzir A5 vəzirimi itirirəm. Şah H7-də isə vəzir A8-dən sonra mat oluram. Ona görə vəzir A5 gedişi mümkün deyil. Vəziri necəsə oyuna qoşmalıyam deyə düşündüm və buna görə vəzir F8 oynadım. Məqsədim də vəzir J7 gəlmək idi. Vəzir J7 gəlmək idi və sonluq da kifayət qədər ağlar üçün təhlükəlidir bu A2 piyadasının zəifliyi üçün. Rəqibim Şah F1 oynadı. Şah F1-dən sonra məqsəd o idi ki, mən vəzir J7 gəldiyim halda o vəzir J7, şah J7-dən sonra şah Y1 gəlsin və şahı ilə mənim piyadama doğru hərəkət edəsin. Və mən də şah F1-dən sonra vəzir J7 gedişini etmək istəmədim və vəzir C8 oynadım. Artıq planımı dəyişmiş oldum. Vəziri F5-ə getmək istəyirəm. Bu da rəqib üçün arzu olunmazdır. Y4 gedişini gələrsə, artıq şahın F1-də olduğu üçün mən vəzir F8 gedişlə şah F1-ə gətirdirdiyim üçün vəzir A6 oynaya bilərəm və bunu temple etmiş oluram. Şah J1-ə artıq vəzir Y2-yə daxil olur və oyun yavaş-yavaş, ağlar yavaş-yavaş kontrolü itirmiş olur. Ona görə Y4 gedişi mümkün deyil. Rəqib vəzir F5 gedişindən çox narahatdır. Ona görə J4 gedişini etmiş olur. Həm də Hc gedişlərindən sonra rəqibin ideyası J5 gələrək topu H4-ə gəlib məni mat etmək istəməsidir deyə düşündüm və ona görə bu vəzirin artıq dəyişməli olduğunu düşündüm. At D7 gedişini elədim. Vəzir C8, top C8, fil Y4. Rəqibin fili oyuna qoşmaq istəyir, amma artıq vəziyyətin düşünürəm ki, kontrolünü ciddi şəkildə əldə eləmişəm. Top C1, şah J2. Burada atımı oyuna qoşuram. Axır ki, fil B1 gedişindən sonra top D1 oynadım. Top D1 oynamaqda məqsədim odur ki, D5 piyadasına hücum edirəm və rəqib Y4 gəldiyi anda F4 xanası zəifləmiş olur və təbii ki, mən bu F4 xanasını J5 gedişi ilə nəzarətə götürürəm. F4 xanasının rəqib nəzarətini itirdiyi üçün avtomatik olaraq Y5 xanasında nəzarətini itirmiş olur. Yəni bu da rəqib üçün çox uzun müddətdə davamlı ciddi bir zəiflikdir. Şah F3, top Y1 oynayıram. Rəqibin şahını içəri buraxmıram, yolunu tamamilə kəsirəm. Fil C2 isə top C1 oynadım. Mən artıq topumu burada C1-ə gətirmək istəyirdim, amma bunu temple etmiş oldum. Rəqib yenidən fil B1-i qayıtmalıdır. Və burada düşündüm ki, artıq bütün fiqurlar hamısı öz yerini tutub, hər şey qaydasındadır. Oyunda çatışmayan bir dənə fiqur var. O da şahdır. Ona görə də şah J7 gedişini etdim. Şah Y2, şah F6. Gördüyünüz kimi bu J5 gedişinin verdiyi güc ilə mən şahımı artıq oyuna daxil edirəm. Əks halda rəqib F4 gələrək şahın yolunu kəsə bilərdi. Şah D2, top F1, şah Y2 və top J1. Birinci top F1 gəlməyimin məqsədi odur ki, rəqibin şahını Y2-yə cəlb edib öz piyadamdan mümkün qədər uzaq saxlamaq istədim. Fil C2. Rəqibim artıq J4 piyadasını buraxaraq nəsə bir əks oyun axtarışındadır. Həm də top J4 vura bilməməyimin səbəbi ondadır ki, Y5 gedişi var. Bu kiçik bir tələ idi. Mən ona görə şah Y5 ilə başladım. Şah Y3-ə J4-ü vurdum. Top B8. Burada top H4 oynadım ki, top H3 şah verə bilim. Və top A8, top H3, F3, J4, fil D1 və burada JF vurdum. Top A3 girişləri hər zaman F2 ilə qarşılana bilər və fil F3-dən sonra at Y4 vurdum. Top A7-yə də at J5 gedişindən sonra artıq top F3-ün qarşısı alınmazdı və rəqibim bu vəziyyətdə təslim oldu. Yəni mənim üçün texniki oyun baxımından çox xoş təsir bağışlayan bir oyunum idi və ən yaxşı texniki oyunlarımdan biri idi ki, belə
tamamilə simmetrik, bərabər bir vəziyyətdə rəqibi necə təcrübəli bir qrossmeyster idi. Reytinqi məndən az olmasına baxmayaraq, təcrübəli bir qrossmeysteri necə yavaş-yavaş ingilis dilində bu outplay adlanır. Yavaş-yavaş sıradan çıxardım deyim. Yəni burada əsas kritik ideya A5, A4, A3 ideyası idi ki, məndə bu ciddi bir ərazi üstünlüyü yaratdı vəzir cinahında və A4 xanasında fiqurlarım çox yaxşı bir formada istifadə edə bildi. Və ikinci bir önəmli bir nöqtə isə düşünürəm ki, rəqibə kontrol itirməyi məcbur elədi. Vəzir F8, sonra şah F1-ə vəzir C8 manevri, hansı ki, rəqibdə ciddi bir natarazlıq yaratdı. Növbəti videoların qarşınıza çıxması üçün Federasiyanın rəsmi kanalına abunə olmağı və like atmağı, şərh bildirib fikirlərinizi bildirməyi unutmayın. Gələn videolarda görüşənədək hələlik.